Salam əziz abituriyentlər, 16 noyabr 2025-ci il dəyər nəşrlərinin 11-ci siniflər üçün təşkil olunmuş buraxılış sınağının izahını verəcəm. İzaha keçməmişdən öncə hər birinizdən istəyim odur ki, videonu bəyənəsiniz, kanalıma abunə olasınız, müsbət fikirlərinizi yazasınız şərh bölməsinə və suallarımızla davam edək. Deməli, fərqləndirilən sözlə bağlı klasteri tamamlamaq tələb olunur. Soyuq hava onu qorxudurdu. Amonim kimi işlənə bilir. Birinci klasterdə fikir vermək lazımdır. Verilən fikrə baxın, doğru bir fikirdir. Həqiqətən də hava sözü amonim kimi işlənə bilir. Məcazi mənada işlənib xeyir, soyuq hava olar. Yalnız leksik məna daşıyır xeyir. Əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur. Antonimi yoxdur, doğru fikirdir. Suala cavab verir, əlbəttə. Soyuq hava nə? Odur ki, cavabımız olacaq 2 və 4. 32-ci sual. Hansı sözlər səhv yazılıb? Prinsipial sözündə y olmamalı idi, bir səhv yazılıb. Bədgüman doğrudur, mozaika doğru yazılıb. Lüzum yox, lüzum olmalı idi. Odur ki, cavabımız olacaq 1 və 4, B variantı. Özünü itirmək ifadəsi aşağıdakılardan hansı ilə əvəz oluna bilər? Söhbət frazoloji birləşmədən gedir. Bəli, özünü itirmək, çaşıb qalmaq anlamını ifadə edir. Cavabımız olacaq A variantı. Hansı sözdən nandən şəklində? Deməli, nandən çıxışlıqal şəkilçisidir. Biz xatırladaq ki, nandən, xatırlayaq ki, nandən deməli, şəklində tələffüz edilən şəkilçilər hansılar olacaq? Çıxışlıqal şəkilçisi hansı halda sonu n və m samiti ilə bitən sözlərə qoşulduğu təqdirdə, zərf düzəldən lalə şəkilçisi bütün məqamlarda, ilə qoşmasının şəkilçiləşmiş forması və ilə bağlayıcısının şəkilçiləşmiş forması nandən şəklində tələffüz ediləcək. Amma deyir ki, ismi artırılmamış olsun. Dostumun bağışladığı kitabı maraqdan oxudum, yox, maraqla oxumuşam. Burada zərf düzəldən lalə şəkilçisidir ki, nandən kimi deyilibdir. Biri çıxacam. Göz gördüyündən qorxar. Bəli, burada gördüyündən feili sifətdir. Göz gördüyündən qorxar. Nədən? Deməli, çıxışlıqal şəkilçisidir ki, amma ismə qoşulmayıbdır. Feili sifətə qoşulub, feilə qoşulub. Bunu götürəcəm. Bu minvalla bir neçə il keçdi. Burada ladır. Uşaq vaxtı nənəmdən burada çıxışlıq haldır, amma nənə ismə qoşulubdur. Ona görə bunu da götürmürəm. Vaqif çoxlarından mərd oğlandır. Bəli, burada çox sayına qoşulubdur. Çoxlarından. Çoxlarından. Deməli, cavabımız olacaq 1 və 5. Daha doğrusu 2 və 5. O da C variantı olmuş olacaq. Nöqtələrin yerinə uyğun gələn nümerətiv sözlər. Qaranlıqda fosfor kimi parıldayan bir cüt göz ona baxırdı. Deməli, cüt hardadır? 4. 4-ə uyğundur A variantı. Mağazaya 5 dəst, burada olacaq dəst, mətbəx mebeli gətirilmişdir. Deməli, dəst 1-dədir, 1-ə B uyğundur. Olimpiyadada iştirak etmək üçün 10 nəfər, təbii ki, burada 3-ə uyğun olacaq C. Həkim xəstənin gözünə 2 damcı, burada da olacaq damcı, dərman tökdü. Deməli, 2-ə də uyğundur. Nə? D variantı. 1-ə B, 2-ə D, 3-ə C, 4-ə də A variantı. Hansı variantımızdır bu? B, D, C, A. Aha, burada. B variantı. 36-cı sual. Cədvələ əsasən doğrunun altından doğruş. Doğru fikir tapacağım, yanlışın altına isə yanlış fikir. Qrammatik şəkilçili söz isim olmaya da bilər. Əlbəttə ki, məsələn, özləri buna nə dedi? Məsələn, burada əvəzliyə qoşulub, çoxları və s. və ilə axır. Birinci fikir doğru fikirdir. Əvəzliklər bütün nitq hissələrini əvəz edir. Bu da doğrudur. Sabah gec olacaq cümləsində zərf feilə aiddir. Deməli, cümləsindəki zərf, feilə, burada necə dedi? Qrammatik şəkilçili söz isim olmaya da bilər. Bu doğru. Əvəzliklər bütün nitq hissələrini yox, bütün əsas nitq hissələrini əvəz edir. 2 yanlış fikirdir. Sabah gec olacaq cümləsində zərf feilə aiddir. Gec olacaq mürəkkəb feildir. Nə zaman? Sabah zərfdir, doğru fikirdir. Yəni, burada bizi çaşdırmaq istəyibdir gec sözü ilə. Burada gec olmaq bircə mürəkkəb feildir. Ona görə sabah sözü zərfi izah edir. 3 doğru fikirdir. Cavabımız hələ ki 1, 3. Bəzi isimlər cəm şəkilçisi qəbul etmir. Bəli, qəbul etmir. Məsələn, qardaşlıq, yaxud cəmaət və s. Bu doğru fikirdir. Yanlışın altından götürə bilmirəm. Sinfi sözünü 2 müxtəlif halda düşünə bilərəm. Doğru deyir. Onun sinfi, uşaqların sinfi
olacaq. Adlı halda sinfi təmizlə, haranı, burada isə təsirli halda. Məstər feili xəbər olur, xeyr, məstər ismi xəbər olur. Bu yanlış fikirdir. Ona görə buradan da altını götürəcəm. Cavabımız olacaq 1, 3, 6 C variantı. Nümunənin üslubunu soruşur. Bu nümunə olacaq, deməli, publisistik üslubdadır. Deməli, 38. Hansı sifətlər adi dərəcədədir? Biri bumbul sözüdür, biri kəmsavad sözüdür, biri də acı dil. Ən xırda çoxaltmadadır, yamyaşıl çoxaltmadadır, kəmşirin isə azaltmada. Cavabımız olacaq 1, 2, 6. O da A variantı. İgidlərin əməyi, varlıların dəstəyi daima həyatda bizlərə kömək oldu. Cümləsində isimlərin halını ardıcıllıqla soruşur. İsim soruşduğu üçün igid sifətdir, siləcəm, varlı sifətdir, daima zərfdir. Biz əvəzlikdir. Burada kömək oldu da, burada feildir. Deməli, əmək, dəstəyi və həyatda sözləri. İgidlərin əməyi, burada mənsubiyyət şəkilçisidir. Ona görə əmək sözü adlı halda. Varlıların dəstəyi, yenə burada mənsubiyyətdir. Adlı halda. Həyatda da təbii ki, yerli çaldır. Deməli, yalnız adlı kal və yerli kal cavabımız olacaq C variantı. Nöqtələrin yerinə yazıla biləcək fikirləri müəyyənləşdirək. Yaxşı, gümüşü sözü heyvani sözü ilə müqayisədə. Biz bilirik ki, gümüşü sözünü həm təsirlik, həm də mənsubiyyət şəkilçili isim kimi də düşünə biləcəm. Həm də gümüşü sözünü rəng bildirən sifət kimi də düşünə biləcəm. Amma heyvani sözünü necə yalnız sifət kimi düşünəcəm. Deməli, gümüşü sözü heyvani sözündən fərqli olaraq müqayisədə işlənmə yerinə görə müxtəlif suallara cavab verə bilər. Doğrudur. Qrammatik mənası iki cür düşünülə bilər. Qrammatik mənası, yəni burada isim kimi, burada sifət kimi. Bu da doğru fikirdir. Leksik şəkilçi ilə işlənmişdir. Düşünə bilərəm, həm də düşünməyə bilərəm. Ona görə ikini götürmürəm. Şəxs şəkilçisi qəbul edə bilər. Deməli, gümüşü sözü deməli, şəxs şəkilçisi qəbul edə bilər. Heyvani sözü ilə müqayisəsində bu fikir yanlış fikirdir. Cavabımız olacaq nə? 1 və 3, o da C variantı. Heyvani sözü ilə müqayisədə deyir, şəxs şəkilçisi qəbul edə bilər. Heyvani sözü də şəxs şəkilçisi qəbul edə bilər axı. Ona görə biz 4-ü də götürə bilmirik. Cavab variantımız 1, 3, C variantı. Deməli, çox maraqlı bir nağıldır. Ağ qurbağa ilə qara qurbağanın nağılı. Deməli, ekranı dayandıraraq sınaqla tanış olmayan abituriyentlər sınağın mətnini oxuya bilərlər. Deməli, mətnə əsasən cədvəldəki hansı bənd yanlışdır? Qara qurbağa ağ qurbağa ilə bəzən razılaşırdı. Qara ağla razılaşırdı. Hə, bax burada mətnin bax bu yerində. Bax burada hansı ki bunlar kəndə çatırlar. Ağ qurbağanın ayaqları getmir və ağ qurbağa evə qayıtmağı təklif edir. Düzdür, qara qurbağa onu etiraz etsə də, ancaq bu hissədə bunu görən qara qurbağa, deməli hansı ki ağ qurbağanın ayaqları getmir, yorulubdur. Onu biraz yumuşalır, ona deyir ki, yaxşı, gəl bir dənə oyun oynayaq, ondan sonra evimizə qayıdaq. Bax, bu məqamda qara qurbağa ağ qurbağa ilə razılaşır. Deməli, qara qurbağa ağ qurbağa ilə bəzən razılaşırdı. Hə, bu fikir doğru fikirdir. Amma qabağından yanlış qoyub. B-yə baxıram. Ağ qurbağa mübarizəsi və Nikbin baxışı nəticəsində sağ qaldı. Hə, ağ qurbağa sonlarına doğru biz görürük ki, bəli, o ümidi var idi. Bax, yazır ki, az da olsa ümidi var idi. Çünki ümid də təbii ki, nə zaman meydana gəlir? Mətnin sonlarında biz gördük ki, məsələn, qara qurbağa ümidini itirsə də, yenə yazır ki, burada ağ qurbağa dostunun belə tez təslim olmasına çox məyus oldu, amma yenə də ümidini itirmədi. Nikbin baxışı nəticəsində sağ qalır, ümidini itirmir. Bəli, doğru fikirdir, qabağından doğru. Ağ qurbağanın təklifi ilə oynanan oyun qara qurbağanın ölümünə səbəb oldu. Bax, burada ağ qurbağanın təklifi ilə deyildi. Qara qurbağa deyir ki, gəl oyun oynayaq. Mətnin bu hissəsində var idi. Deməli, qara qurbağa deyir ki, gəl bir oyun oynayaq. Burada ağ qurbağanın təklifi deyildi. Yanlışdır, qabağından yanlış. Yəni, bunu götürəcəm, doğrudur. Ağ qurbağa inamsız olsa da sağ qala bildi. Düzdür. Baxın, bax bu hissə var ki, sonlarına doğru ki, deməli, qara qurbağanın ümidsizliyi get-gedə artır. Ümidsizliyi artdıqca da ayaqlarının gücünü hiss etmir, azalır. Sonra qara qurbağa deyir ki, artıq gücüm qalmadı, məni bağışla. Çabalamaqdan əl çəkir, bir neçə dəqiqədən sonra boğulur. Ağ qurbağa dostunun belə tez təslim olmasına məyus olur. Yenə də ümidini itirmirdi. Ümidi artdıqca özü də bilmədən əvvəlkindən çox çabalayırdı. Ağ qurbağa çabaladı, birdən ayağı nəyəsə toxundu. Dönüb baxanda bunun balaca yağ torbası
olduğunu gördü. Deməli gözləri sevinclə parlayır. Çünki xilas olmaq üçün az da olsa ümidi var idi. Gücü birdən-birə artır və sair və ilə axır. İnamsız olsa da sağ qala bildi. Bu inamsız deyəndə ki, az da olsa ümidi var idi da. Ümidi var idisə, deməli inamı da var idi. Əslində bu fikir yanlış olub bura doğru olsa, indi geri dönüş edəcəm A-la D-yə. Mətnin ideyası iş ustasından qorxar atalar sözünə uyğun gəlir. Xeyr, iş ustasından birincisi bunlar hər ikisi də deməli oyun oynayarkən bir qaba, südlə dolu bir qaba düşürlər. Burada onlar usta değildi ki, deyək ki, işinin ustası belə deyək də. İş də onlardan qorxmuş olsun. Xeyr, bu atalar sözü uyğun gəlmir. Y variantı yanlışdır, qabağından yanlış. Bizdən indi nəyə soruşdu? Bizdən yanlışı soruşdu, düzdürmü? Bir dənə A variantına bir də baxıram. Baxın, əslində burada həm A, həm D variantında problem var. Problem nədədir? Məsələn, D variantında yazır ki, ağ qurbağa inamsız olsa da sağ qala bildi. Əslində inamsızlıq yox idi. Deyir ki, burada mən sayıqlamıram. Qara qurbağa ona deyir ki, sən nə sayıqlayırsan? Heç olmasa indi sayıqlamaqdan əl çək. Ağ qurbağa isə dediyindən dönmək istəmir. Deyir ki, mən sayıqlamıram. Ancaq mənə elə gəlir ki, yəni inanıram ki, biz buradan sağ çıxacaq. İnamsızlıq məsələsi yoxdur da. Əslində bu yanlışdır. Qabağından doğru veribdi. Cavabımız D gələcək yəqin ki. A variantında yazır ki, qara qurbağa ağ qurbağa ilə bəzən razılaşırdı. Əslində burada hansı ki, ağ qurbağa ki, ona evə getməyə təklif edir bu hissədə. Qara qurbağa ağ qurbağanın ayaqlarının yorulduğunu görüb biraz yumuşalır. Deyir ki, gəl bir oyun oynayaq, sonra da evimizə qayıdaq. Əslində biz bunu bəzən razılaşma kimi götürə bilərik kimi. Birbaşa razılaşmır. Yenə öz dediyini deyir, öz dediyini belə deyək də yeridir ki, oyun oynayaq, sonra evimizə qayıdaq. Ona görə əslində bəzən razılaşır fikri əslində burada yanlış götürsək, qabağından da yanlışı veribdir. Bu da artıq yanlış fikir olmur, doğru fikir olur. Ona görə cavabımız D variantı çıxacaq. Belə, mətndə üzərində rəqəm yazılmış hansı sözlər mətndə məcazi mənada işlənibdir? Deməli, bu sözlər hansı sözlərdir? Bir dəqiqə buranı təmizləyim. Deməli, üzərində rəqəm yazılan sözlər. Baxıram, birinci sözümüz birinci sözümüz hansıdır? Bir dəqiqə. Hardadır o? Bu ikinci sözümüzdür. Birinci sözümüz harda idi? Aha, buradadır. Aha, kəndə getməyə qərarı aldılar. Məcazi. İkimiz də onun üstünə tullanaq. Burada 2 həqiqi. Üçüncü ifadə hardadır? Gözüm görmədi. Bir baxım görək. Bu 4'dür. Bu 4'dür. 3 də deyə buradadır. Hə, sayıqlamaqdan əl çək. Burada 3 də məcazidir. Deməli cavabımız 1 ilə 3 çıxacaq. Sonra əvvəlkindən daha çox çabalayırdı. Burada isə həqiqidir. Cavabımız olacaq 1 və 3. Yalnız 1 və 3. Cavabımız C olmuş olacaq. Əvvəldə rəqəm yazılmış cümləni mətndən çıxarsaq məzmuna xələl gəlməz. Baxaq, əvvəldə rəqəm yazılmış hardan başlayır? Deməli, hardan başlayır? Bunu silim təmizləyim. Aha. Buradan ancaq rəngləri kimi xasiyyətləri də bir-birinə zidd idi. 2 qurbağa var idi. Biri ağ, o biri qara. Gəlin bunu çıxaraq. 2 qurbağa var idi. Biri ağ, o biri qara. Ağ qurbağa nə qədər nikbin idisə, qara qurbağa da bir o qədər bədbin idi. Heç içini çıxardım, heç bir problem olmadı. Gəlin birə baxaq. Artıq ağ qurbağanın ayaqları getmirdi. Çıxardıram. Onda gəl bir oyun oynayaq, sonra da evimizə qayıdaq. Hə, artıq mən biri çıxarsam bu fikri kim demiş olacaqsa bilmirik. Buna axı qara qurbağa deyir. Ona görə biri çıxara bilmirik. 3-ə baxaq. 3-dən əvvəlki cümləni oxuyuram. Adi bir şeyin üstündə neçə illik dostunu itirmək istəmirdi. Tullandılar. 3-ə oxumuram. Artıq iş işdən keçmişdi. Hər ikisi sərnicin içinə düşmüşdü. Üstəlik sərnic o qədər hündür idi ki, çıxmaq da mümkün deyildi. Artıq iş işdən tullandılar, artıq iş işdən keçmişdi. Hər ikisi sərnicin içinə düşmüşdü. Hə, burada sən demə, bu qab böyük bir sərnic imiş. Hə, bu qabın sərnic olması məsələsini 3-də deyir. Ona görə 3-ü də çıxara bilmirik. Və 4-ə baxaq. Bir neçə dəqiqə sonra boğuldu, ancaq yenə də ümidini itirmədi. Kim? Bunu çıxarsa bu cümlədə uyğunsuzluq yaranacaq. Ümidini itirməyən ağ qurbağa olduğunu biz 4-də görmüş oluruq. Ona görə cavabımız burada olacaq. Hansı cümlə oldu? Qarşısında rəqəm yazılmış. İkinci.
İkinci, ancaq xasiyyətləri kimi, rəngləri kimi xasiyyətləri də bir-birinə zidd idi. B variantı olmuş olacaq. 44. Plan başlığı ola bilməz. Sakit həyat məsələsi plan başlığı ola bilməz. İnamın qələbəsi var. Ağ qurbağa ilə bağlı. Yaşamaq uğrunda mübarizə, bəli. Ağ qurbağa orada mübarizə aparır. Plan başlığı ola bilər. Deməli, fərqli qurbağalar var, məğlub qurbağalar yox, məğlub qurbağa var. Bu ola bilməz. Təhlükəli oyun. Plan başlığı bir dəqiqə sakit həyat, təhlükəli oyun. Hə, orada tullama məsələsinə görə deyir. Deməli, plan başlığı ola bilmədi. 1, plan başlığı ola bildi. Fərqli qurbağalar, bir də təhlükəli oyun. Cavabımız olacaq 1, 4, 6 D variantı. Mətndəki əsas fikir nədən ibarətdir? Həyatda nikbin olmaq lazımdır. Oxuculara nikbin olmaq, həyata nikbin nəzərlərlə, xoş ümidlərlə baxmağı aşılayır. Ona görə cavabımız burada nə olacaq? A variantı olmuş olacaq. 46. Ağ qurbağa ilə bağlı və qara qurbağa ilə bağlı xarakterik xüsusiyyət yazmaq tələb olunur. Deməli belə, baxaq. Biz mətnə əsasən gördük ki, ağ qurbağa ümidlidir. Daha doğrusu ümidlini biz o cür yazmayaq. Nikbindir. Deməli, ağ qurbağa nikbindir. Dostluqda vəfalıdır. Qara qurbağada biz gördük bədbindir və biz onun inadkarlığını da görmüş olduq. Yersiz inadkarlığını da görmüş olduq mətndə, hansı ki, ağ qurbağa hər dəfə onu evə qayıtmağı təklif etdiyi zaman inadkarlıq göstərirdi. Adəti üzrə etiraz edirdi və bu hissəyə əsasən onun inadkar olduğunu da deyə bilərik. Bu kimi xarakterik xüsusiyyətlər yazmışsınızsa doğrudur. Əsl qüvvə, deməli, bədənin deyil, ruhun gücündədir. Mətnin ideyasına uyğundurmu? Əlbəttə ki, uyğundur. Biz əsaslandırırıq. Bax, biz bu nəticə hissəyə əsasən, deməli, əsl qüvvə bədənin deyil, ruhun gücündədir. Doğrudur. Məsələn, biz son hissədə biz nə görmüş olduq? Qara qurbağa çabaladı, ümidsiz olduğu üçün o ölümü belə deyək də üstün tutur və bir neçə dəqiqə sonra boğulur. Amma ağ qurbağa isə dostunun belə tez təslim olmasına məyus olur, ümidini itirmir və belə deyək də sağ qalmağı bacarır. Biz yaza bilərik ki, deməli, qara qurbağa qısa yazacağam. Qara qurbağa deməli ümidsiz olduğu üçün yersiz çabaladıktan sonra boğulur yaxud ölümə təslim olur. Lakin ağ qurbağa deməli ağ qurbağa çabalamaqdan gücünü itirsə də, buradan qeyd edim, itirsə də ümidi onu deməli sağ qalmağa aparır. Məsələn belə. Aparır. Onu sağ qalmağa nail edir, bacardı. Bu kimi ifadələr yazırıq. Yəni burada əsas məsələ bədənin qüvvəsi, gücü yox, ruhun gücü məsələsidir. O da biz ağ qurbağaya biz şamil edib deməli bu kimi fikirlər yaza bilərik. Deməli, davam edirəm. 48-ci sualla davam edirəm. O dostunun sükutunu eşidəndə içində qəribə bir boşluq hiss etdi, amma dayanmadı. Neçənci abzasa yaza bilərik biz bunu? Deməli, dostunun sükutunu eşidəndə içində qəribə bir boşluq hiss etdi, amma dayanmadı. Hə, bax, o ən son hissəyə əsasən artıq burada yazır, burada ki, qara qurbağa çabalamaqdan əl çəkdi, məni bağışla deyib. Bir neçə dəqiqə sonra boğuldu, ancaq ağ qurbağa dostunun belə tez təslim olmasına məyus oldu. Biz bu hissəyə əsasən yaza bilərik. Bu da mətnin hansı abzasıdır, neçənci abzasıdır? Bura 1-dir, bura 2-dir, 3-dür. Bu isə deməli 4-cü abzas olmuş olacaq. Cavabımız olacaq 4-cü abzas. Belə.
49. Çərçivə daxilində verilmiş ifadənin mənasını izah edin. İfadəni başqa bir cümlənin tərkibində işlədin. Söhbət hansı sözdən gedir? Baxaq. Sayıqlamaq sözündən gedir. Yəni sayıqlamaq sözü nə deməkdir? Sayıqlamaq sözü huşunu itirmiş halda aydın olmayan sözlər danışmaq mənasını ifadə edir. Baxın yazıram buradan. Huşunu itirmiş halda aydın olmayan sözlər danışmaq. Bax, bu mənanı ifadə edir. Həmin ifadəni başqa bir cümlənin tərkibində işlədəcəyik. Söhbət sayıqlamaqdan gedir. Məsələn, yaza bilərik ki, məsələn, Elcan gecə deyək ki, qızdırmalı olduğu üçün sayıqlayırdı. Bu şəkildə cümlə daxilində işlədirik. İfadəni, hansı ifadəni, sayıqlamaq ifadəni başqa bir cümlənin tərkibində işlətməyi bizdən tələb edir. Belə, 50-ci sualla davam edirik. Yazır mətnə əsasən cədvəli tamamla. Müddəanı veribdir. Ümid və mübarizə insanı çətinlikdən çıxarır. Biz bunu faktlarla əsaslandırmalıyıq. Ümid və mübarizə insanı çətinlikdən çıxarır. Biz bunu harda görürük? Biz hansı qara qurbağa yoxsa ağ qurbağa üçün biz bunu deyə biləcəyik? Təbii ki, ağ qurbağa üçün. Bu da əsasən mətnin nəticə hissələrində özünü göstərəcək ki, deməli, ağ qurbağa, bir dəqiqə bu hissələri sileyim. Baxın, bu hissələrə əsasən, biz nəticə hissələrinə əsasən, biz deyə bilərik ki, həqiqətən də ümid və mübarizə insanı çətinlikdən çıxarır. Biz bunu mətnə əsasən, deməli, fakt olaraq yazasıyıq. Bu hissədə sonuzda, yəni ağ qurbağanın ümidinin olması və mübarizə aparması onun sərnişdən çıxmasına səbəb olur. Biz belə yaza bilərik. İndi deyir ki, 2 dənə fakt yaz. 2 dənə belə bu şəkildə yaza bilərik ki, deməli, ağ qurbağa gücünü birdən-birə artırır və bu dəfə nə üçün çabaladığını bilirdi. Birinci fakt olaraq bunu yaza bilərik. İkinci fakt olaraq da yazarıq ki, ümid və mübarizə, ikini də buradan qeyd edirəm. Ümid və mübarizə ağ qurbağanın sərnicdən xilas olmasına səbəb oldu. Bir fakta bunu yaza bilərik. İkinci, əslində son uc nəticə budur. Başqa bir də bu hissədən nəsə bir şey yaza bilərik də, bayaq qeyd etdiyim kimi. O artıq ümidinin olması, ümidli olması, gücünün birdən-birə atmasına və nə üçün bu qədər daha çox çabaladığını anlamasına səbəb olur. Bir də bu hissələrdən dediyim kimi götürüb yaza bilərik. Belə. Davam edirəm növbəti mətnlə. Deməli, Antarktida ən soyuq qitə. Deməli, kim mətndən tanış olmayıbsa, ekranı dayandıraraq qeyd etdiyim kimi tanış ola bilər. İmtahanda iştirak etməyən abituriyentlərdən gedir söhbət. Baxaq, Antarktida uzun müddətli yaşamaq üçün çox çətindir. Bunu hansı abzaslarla əsaslandırmaq olar? Baxaq. Deməli, uzun müddətli yaşamaq çətindir deyir. Baxın, elə birinci abzasda yazır ki, yaşayış üçün heç bir şəraitə malik deyil. Birinci abzası götürə bilərəm. Daha sonra 4-cü abzasda yazır ki, daimi yaşayış yoxdur. Yalnız burada elmi ekspedisiyalar, azsaylı turistlər falan gəlir. Çünki burada zərərli tullantılar qitədə ozon qatını böyük miqdarda zərər görməsinə səbəb olubdur. Bax, bu hissiyə əsasən deyəcək ki, uzun müddətli yaşamaq olmaz. Bir də 5-ci abzasda yazır ki, burada indi düzdür, bununla bağlı sual olacaq. Burada bitki aləmi olduqca kasatdır, aydındırmı? Burada nə var? Mamır var, şibiyə var. Adam orada nə yiyəcək? Nə qədər orada balıq yiyəcəksən? Ona görə cavabımız burada nə olacaq? 1, 4, 5 hansı abzas? Deməli, hansı variantımız B variantı olmuş olacaq. Mətnə əsasən nə yanlışdır? Antarktida buzdaqlarında biomüxtəliflik çox zəngindir. Biomüxtəliflik hardadır ki, biomüxtəliflik? Axı burada bitki aləmi olduqca kasatdır. Burada nə deyir? Mamır var, bir də şivyə var. Ona görə bir yanlışdır.
Bu materik şirin su ehtiyatları ilə zəngindir. Bəli, mətndə qeyd edib ki, burada çoxlu harda idi bu? Deməli, su ehtiyatları, şirin su ehtiyatlarının əsas hissəsi burada toplanıbdır. 2 olan variantı siləcəm həmən. İndi 3-ə baxacağam. Antarktidada ət yeyən heyvan növü də yaşayır. Bəli, yaşayır da. Bax, burada yırtıcı heyvan olan su bəbiri var. Yırtıcı heyvandır. Su bəbiri nə yeyəcək ki? Əsas deməli, bəbirin falan yediyi nə olacaq? Ət olmuş olacaq. Ona görə daha doğrusu 3'ü də siləcəm. Bu doğru fikirdir. Cavabımız 1, 4, 5 qalacaq. Bu materikdə yayda havalar mülayim keçmir. Səhvdir. Okean suları heyvan baxımından kasaddır. Heyvan baxımından zəngindir. Bitki baxımından kasaddır. Ona görə cavabımız olacaq həqiqətən də yanlış kimi 1, 4, 5. Mətndə tün təriflə verilmiş cümlədəki sözlərin əvəzlənməsindəki uyğunsuzluq. Antarktida, bax buranı siləcəm. Deyir ki, Antarktidada daimi yaşayış yoxdur. Yalnız elmi ekspedisiyalar və az saylı turistlər təyin edilmiş müddətə bura baş çəkirlər. Bax burada baş çəkirlər. Burada deyir ki, hal əhval tuturlar. Kimlə hal əhval tutacaqlar? Balıqla, şibi ilə, mamırla, nə ilə hal əhval tutacaqlar? Ona görə bu əvəz etmə burada yanlışlıq yaradacaq. Antarktida sularında yayılmış balıqlar və kril zəngin bioloji dəniz məhsulu hesab edilir. Hansı abzası əlavə edə bilərik? Bax burada balıqların zənginliyini hansı abzası danışırdı burada? Deməli 5-ci abzası idi, səhv etmirəmsə. Heyvanlarla zəngindir. Məməlilər, quşlar, balıqlar üçün yem sayılan xərçəng kimilər rast gəlmək olur burada. Pər ayaqlılar, balinalar, su itilər və s. və ilaxır. Bığlı banilalar və s. və ilaxır. Bu balıq növləri hansı abzasdadır? Deməli hansı abzası oldu? 5-ci abzası olmuş oldu. Ona görə biz nə yazacağıq burada? 5-ci abzası götürmüş olasıyıq. Hansı fikir mətnin əsas ideyasına aid deyil? Baxıram, qütb gündüzü hadisəsi. Bax, qütb gündüzü hadisəsi. Bax, mətnin hansı hissəsində idi? Baxaq. Bax, burada qeyd edir, qütb gündüzü yox, qütb gecəsi hadisəsi var burada, gündüzü yox. Ona görə elə cavabımız A olmuş olacaq. Kursivlə verilmiş cümlədə qüsurlu məqamları düzəldib, yenidən yazmağı bizdən tələb edir. Baxaq. Kursivlə verilmiş hissədə nədən danışır? Antarktidanın bitki aləmi də olduqca zəngindir. Burada yalnız nadir mamır və şibiyə. Bax, burada necə zəngindir ki, mamırla şibiyə var. Deməli, zəngindir yox, olmalıdır nə? Kasaddır olmalıdır. Daha sonra burada yalnız nadir və şibiyələr yaşayır. Buna baxaq. Deməli. Bunda artıq problem yoxdur da. Yəni bu ikinci kursivlə verilən cümlə ona görə verilibdir ki, birinci cümlədəki bu zəngindir sözünün həqiqətən də yerində işlənmədiyini sübut etməkdən ötürü dilimdə topuq döydü. Deməli, burada zəngindir yox, kasaddır olmalı idi. Bu şəkildə belə düzəliş etdik, yazdıq. 57-ci sual. Çərçivəyə alınmış ifadə əsasən cədvəli dolduracaq. Sözün mətndən kənar ifadə etdiyi mənası, söhbət hansı sözdən gedir? Söhbət batır sözündən getmiş olacaq. Deməli, nə deyir burada? Burada günəşin mart ayında batmasından söhbət gedir. Batmaq sözünü mətndən kənar ifadə etdiyi mənaları bir çoxdur. Məsələn, bizdən 2 dənəsini soruşur. Yaza bilərik, məsələn, qərq olmaq. Qərq olmaq. Məsələn, necə ola bilər? Deyirəm ki, gəmi, nə bilim, suda batdı. Suda batdı. Gəmi dənizdə batdı. Belə bir nümunə kimi yaza bilərik. Daha sonra batmaq sözü, məsələn, deyək ki, sancılmaq, soxulmaq mənasını ifadə edir. Yazıram sancılmaq. Sancılmaq. Məsələn, iynə, məsələn, əlimə batdı. Daha sonra nə deyə bilərik? Məsələn, qalib gəlmək. Qalib gəlmək. Məsələn, deyirik ki, düşmənə batdı. Onu necə işlədək? Məsələn, heç bir qüvvə, məsələn, heç bir qüvvə ordumuza bata bilməz. Bata
bilməz. Yəni qalib gələ bilməz. Bax belə bu mənalarda. Belə, növbəti 58-ci sual. Mətnə əsasən cədvəli tamamlayasıyıq. Antarktida ən soyuq və küləkli qitədir və nəticədə ən soyuq və küləkli qitə. Onu harda yazırdı? Tələsmirik. Buraları siləcəm. Ən soyuq və küləkli qitə. Deməli, ən soyuq və küləkli qitədir. Nəticədə də heç nə. Yer kürəsinin buzlaq və şirin su ehtiyatlarının əsas hissəsi ona görə də burada toplanır. Yaxud da ki, yaşayış üçün heç bir şəraitə malik olmayan, qalın buz qatı ilə örtülmüş bir materikdir. Nəticəsini bu şəkildə yaza bilərik. Şifahi şəkildə deyirəm. Keçirəm növbəti nəticənin səbəbini. Qitədə qütb gündüzü hadisəsi müşahidə edilir. Qütb gündüzü hadisəsi müşahidə edilir. Buna səbəb nədir? Hardadır o? Qütb gündüzü hadisəsi müşahidə edilir. Buna səbəb o idi ki, 21 sentyabrda doğan günəş 22 martda batır. Ona görə qütb gündüzü hadisəsi müşahidə edilir. Səbəb kimi də bunu yaza bilərik. Hə, mən burada bir suala bir dənə tələsməyim. Burada elə bir ki, nəyisə səhv demişəm. Harda idi o sual? Bu qütb gündüzü. Mən burada deyir ki, əsas hissəyə aid deyil. Qütb gündüzü hadisəsi də var. Qütb gecəsi hadisəsi də var. Əsas hissəyə aid deyil. Bu əsasa aiddir. Elmi məqsədlərlə səyahət əsas hissədədir. Balina növləri, materikin yırtıcı heyvanı, bunlar hamısı əsas hissədə var. Amma bizə nə dedi burada? Şirin su ilə zəngin materiki bizə girişdə dedi, şirin su. Ona görə 55-ci sualda uşaqlar, baxın, mən gözümdən yayınıbdır bu. Cavabımız burada C variantı olacaq. 55-də C variantı olmuş olacaq. Bunu testi izləyərkən, ay müəllimin gözündən yayındı da, yəni olur belə. Deməli, 59-cu sual. Problemi veribdir. Antarktida ən soyuq və küləkli qitədir. Bəs həll yolu nədir? Baxıram mətnə. Antarktida ən soyuq və küləkli bir qitədir. Bu bir problemdir. Burada veribdir həll yolu. Bu problemdən həll yolu kimi yalnız biz belə düşünə bilərik ki, məsələn, ən soyuq və küləkli qitə olduğu üçün, yaşayış üçün heç bir şəraitə malik olmadığı üçün uzun müddətli yaşam mümkün deyil. Belə bir nümunə yaza bilərik. Yəni o problemdən qaçmaq üçün nə etməliyik? Orada yaşayış olmadığı üçün, yaşayış üçün heç bir şərait olmadığı üçün orada uzun müddətli yaşamın mümkünsüzlüyü məsələsi var. Ona görə orada yaşamamaq. Başqa nə deyək? Belə bir fikir. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli dolduraq. Üzərində rəqəm yazılan sözlər hansılardır? Bir dəqiqə bura bax. Silin buranı tez. Baxaq. Biri bu şirin su ehtiyatı. İkinci qeydə alınmaq. Üçüncü günəş görünmür. Daha sonra dördüncü hardadır bəs? 4 gözümdən yayınıbdır yenə. 4 var mı? Neçə dənə söz verib? Elə 3 dənə veribdir. Baxaq. Deməli, birinci sözümüz şirin sözü idi. Nümunədə yazıb şirin su. Deməli, şirin su ehtiyatı. Ümumiyyətcə bu nümunədə şirin sözü təbii ki, informativ funksiyada işlənibdir. Söz informativ funksiyada işlənibdir. Çünki burada şirin sözü belə deyək də, duzsuz, içməli su mənasında işlənibdir. Yəni bu da suyun real xassəsini göstərir. Burada bir obrazlıq yoxdur. Digər funksiyada, poetik funksiyada cümlədə işlədilməsi 3 dədək. Məsələn, qızın şirin danışığı məsələn, hər kəsin marağına səbəb olmuşdur. Belə bir cümlə. Növbəti sözümüz burada qeydə alınmaq. Hansı ki, aşağı temperatur qeydə alınmışdır. Burada alınmaq sözü hansı funksiyada işlənibdir? Təbii ki, olacaq. Poetik funksiyada işlənibdir. Burada belə bir işarə qoyaq. Alınmaq sözünü indi biz işlətməliyik. Deyək ki, həqiqi mənada, məsələn, yeni kitablar alındı. Üçüncü
Üçüncü sözümüz hansı söz idi? Üfüq görünmür. Aha. Günəş görünmür. Günəşin görünməsi burada informativ funksiyadadır. Görünmək, məsələn deyirəm ki, üzündəki məsələn sevinç, üzündəki məsələn kədər olsun. Kədər hissi görünmürdü. Üzündəki kədər hissi görünmürdü. Yaxud nə bilim, onun daxilindəki, içindəki həyəcan üzündə görünürdü. Nə bilim, onun yaxşılığı hər işində görünür. Bax belə bu tipli nümunələr, səbrinin nəticəsi artıq görünməyə başlayır. Bu tipli nümunələr kim yazıbdırsa, doğru yazmış olacaq. Belə əziz abituriyentlər, izahlarımız bu qədər. İnşallah növbəti izahlarda görüşənə qədər sağ olun.